Salam dəyərli abituriyentlər. Bu gün biz Kimya test toplusu 2025-də oksigen mövzusuna əlavə olmuş yeni bir sualın izahına baxacağıq. Sualın şərtini oxuyub videonu uzatmaq istəmirəm. Ən əsas hissədən baxaq uşaqlar. Təsərrüfat sahəsindəki gölməçənin həcmi 10.000 litr, suya buraxılmalı olan oksigen qazının gündəlik norması isə hər litr su üçün 0,75 moldur. Bu təsərrüfatın gündəlik oksigen tələbatını ödəmək üçün suya neçə kiloqram kalium permanqanat əlavə edilməlidir? Uşaqlar, şərtdə də gördüyümüz kimi oksigen qazının gündəlik norması hər litr su üçün, yəni 1 litr su üçün 0,75 moldur. 1 litr su üçün 0,75 mol oksigen lazımdırsa, 10.000 litr su üçün nə qədər oksigen lazım olduğunu tapmalıyıq. Buradan tapsaq, alaraq 75 mol. İndi oksigen tələbatını ödəmək üçün suya neçə kiloqram kalium permanqanat əlavə edildiyini soruşur. Aldığımız 75 mol oksigen üzərinə yazsaq, tənlikdən də oksigenin qarşısındakı 3-ü aşağıya yazıram. Kalium permanqanatın kütləsini hesablasaq, Y 4 vurulsun 158 şəklində olar. Buradan da Y tapsaq, alarıq 15.800 qram. Uşaqlar, bizdən neçə kiloqram kalium permanqanat lazım olduğunu soruşur. Qramı da kiloqrama çevirsək, alarıq 15,8 kiloqram.